Növbəti videomuz başlıyor. Haraydı bura? Bizim hazırda başımıza bir iş gəldi. Qatardan düşməli olduq. Hazırda pendir cənnətinə gəlmişəm. Pendiri almışam və özümdən daşıyıram bütün şəhəri. Qiyməti 69 euroydu təxminən. Bu Hollanda haqqında nəyi bəyənirəm? Biz bilirik nəyi bəyənir. Təxminən 4 euroya belə bir salat aldıq. Vətəndaş olub sosial məsuliyyətli olmağımızı təbliğ edirik. Təxminən 70 evro civarı bir cəriməsi olacaqdır. Zandamdan çox ifunət iyi gəlir. Lunterenden növbəti videomuz başlıyor. Bu dəfəki yolumuz fərqli bir şəhərədir. Hazırda qatar stansiyasına gedirik. Hava çox günəşlidir burada. Ümumiyyətlə son bir neçə gündür ki, hava çox möhtəşəm keçir. Bura gəldiyimizdən bəri ancaq yağış görürdük. İndi artıq günəş. İzləyiciləri tanıyır mı? Bəli, sən yol yoldaşı və otaq yoldaşım olaraq artıq məşhurlaşmışsan. Adım təkidir. Bəli, bura gəldiyimiz vaxtdan etibarən ən gözəl günləri keçiririk. Çünki bura gəldiyimizdən bəri ancaq yağış yağırdı. Son bir neçə gündür isə çox günəşli, isti bir hava keçir və biz də bunu dəyərləndirmək istədik. Həmçinin bir saniyə. Bu gün və sabah bizdə istirahət günləridir. Ona görə də bu fürsətdən istifadə edərək başqa bir şəhərə getmək qərarını almışıq. Hazırda yoldayıq. Sizinlə qatar stansiyasından əgər imkan olsa videomuz davam edəcək. Hazırda Edədəyik və burada ilk dəfədir ki, vlogumda yeni bir şəxs görürsünüz. Xanım, Azərbaycan dilində danışa bilərsən. Salam. Hollandiyada həyat artıq 2 həftədir, 3 həftədir ki, buradayıq demək olar. Sən daha öncə də burada olmusan. Hollandiya haqqında nələr bəyənirsən? Bu Hollanda haqqında nəyi bəyənirəm? Biz bilirik nəyi bəyənir. Nə bilim, insanları məncə çox səmimidir. Yəni havasını bəyənirəm. Yağışı yox. Yaxşı Bizim yox. görmədiyimiz. Yağış əslində qəşəngdir. Yəni Bakıya nəzərən burada külək azdır. Ona görə o barədən planı bəyənirəm. Belə. Okay. İndi gedirik Zandama. Zandamda olub Aygül. Özünü də yaralayıb hazırda. Velosipeddən yıxıldı, çolaq oldu. Tulanmışam. Okay, qatarı gözləyirik. 2 dəqiqəyə qatarımız gəlməlidir. Deməli, bizim hazırda başımıza bir iş gəldi. Qatardan düşməli olduq. Səbəbi odur ki, biz qatar bileti almamışdıq. Bunun səbəbi nə idi? Deməli, biz yeni bir şey kəşf eləmişdik ki, burada əslində qatar biletlərin, qatar yoxlayan konduktor gəlib yoxlamasa, qatar bileti almasaz da olar və biz də həmişə bileti almırdıq və hazır saxlayırdıq ki, konduktor gələn kimi onu tez alaq və o artıq yoxlaya bilsin. Eyni şey baş verdi. Biz qatar bileti almadıq, amma hazır əlimizdə almağa saxlamışdıq ki, konduktoru görən kimi bileti alaq və konduktoru gördük, yaxınlaşanda bileti almağa çalışdıq. Təəssüf ki, error verdi və bileti ala bilmədik. Amma aramızdan bir başqaları ala bildilər. Yəni ki, problem sadəcə bizdə idi də. Yəni ümumi sistem hələ də belə eləyə bilərsiniz. bu videonu izləyənlər bu yolla istifadə edə bilərsiniz. Sadəcə problem nəsə bizdə oldu, error çıxdı. Əgər alınmasa, indi bizə yaxşı davrandılar da. Əgər pis biri olsaydı 50 euro hərəmizə cərimə olacaqdı. Plus bileti aldıracaqdılar, biletin pulunu. Təxminən 70 evro civarı bir cəriməsi olacaqdı, amma bizdən soruşdu ki, bəs siz hara gedirsiniz? Bizdən soruşdu ki, bəs siz hara gedirsiniz belə biletsiz? Biz də yalandan növbəti stansiyaya gedirik dedik. Ona görə o dedi ki, okey, onda mən sizə biraz mehriban davranıram, sizi cərimələməyəcəm. Bundan sonrakında düşərsiniz, amma düşüb bilet alarsınız.
Biz də ona görə düşdük. İndi növbəti qatara bilet almışıq. Su süzülmüş kimi 20 dəqiqə 20 dəqiqə bu vağzalda gözləyirik bu dayanacaqda. Görək başımıza nə iş gəlir, amma prinsipcə gediş biletimizi almışıq deyə ürək rahat buz kimi ürəyimizi soxlayıb axıra qədər gedəcəyik. Belə xarici ölkələrdə belə şeylərin baş verməyi əslində xatirə olaraq yaxşıdır. Sonra gülürsən. Birinci pis olursan hə. Aynen. Sonra gülürsən. Hazırda əslində amma yəni 15 evro civarı verdik adam başına yeni biletə. Çox da belə deyim böyük məbləğ çıxmadı. Yəni 70 evro cərimədənsə 15 evro bilet aldıq. Pis qurt. Yəni Ededən alsaydı bu nə qədər olacaqdı? Yəqin daha çox. biraz. Lunterendən İnternet olsa Ede yanacaqdı. 20 evro falan olacaqdı. Yəni təxminən 5 evro qabağa düşdük. Çünki birinci qatarda da eyni şey. 20 dəqiqə geriyə düşdük. 5 evro qabağa, 20 evro geriyə. Bir Mehrajla görüşəydi inşallah orada. Görək. Belə yolumuz davam edir. Hazırda Hollandiyanın Zandam vilayətinə çatdıq. Burada əslində külək dəyirmanlarına görə məşhurdur və ona görə gəlmişik bura. İndi təzəcə qatar stansiyasına düşmüşük və gedirik. Onu da deyim ki, qatara bilet alsaq da növbəti qatara, amma bu dəfə isə yoxlayan olmadı qatarı və biletimizi bəli təxminən 14-15 evro aldıq, amma havayı yerə. Havayı yandıq, bəlkə də düz deyirik. Havayı normalda təbii ki, qatara bilet almaq lazımdır. Bu videoda biz sosial məsuliyyəti, qətiyyən cinayəti təbliğ eləmirik. Pis örnək olmaq istəmirik. Nümunəvi vətəndaş olub sosial məsuliyyətli olmağımızı təbliğ eləyirik. Belə Zandam səyahətimiz görək necə davam edəcək. Hələ ki Zandamdan çox ifunət iyi gəlir. Qoyun qaqam. Xarici bir şəhərə gəlmişsinizsə, orada təbii ki görəcəyimiz ilk iş marketə gəlib belə fast food sendviçlər almaqdır ki, qarnımızı belə doyuraq. Təbii ki bir restorandan çox daha ucuz başa gəlir və qarın doyurucudur əslində. Pensiyaya çıxmış yaşlı bir Holland cütlük. Mən də 70-80-lərdə belə bir huzur dolu bir yerdə, mini bir xudmani bir məkanda yaşayırlar öz həyatlarına. Zandama gəlmə əsas səbəbimiz məhz bu külək dəyirmanlarıdır. Buradan belə qayıqlara da minmək olur, gəzmək üçün. Adam başı 12 evrodur. Təxminən bizim pulla 20 manat civarı. Uşaqlar üçün isə 7.50 evro idi. Təxminən 12. Hazırda pendir cənnətinə gəlmişəm. Baxmayaraq ki, mən pendir yemirəm. Kim pendir yersə, bura yəqin ki, onun cənnətidir. Çünki burada hər yer pendir testerləri ilə doludur və insanlara pulsuz pendirlər təklif eləyirlər. Fərqli-fərqli. Və bütün mağazada pendir satılır. Mən də özüm yeməsəm də evdəkilərə belə bir
pendir aldım. Hər cürdən ibarət 6 çeşiddən ibarət bir pendir. Pendirdən əlavə təbii ki, belə suvenirlər və s. də burada var. Pendir doğrayanlar, nə bilim, pendir əzənlər. Və təbii ki, maqnitlər. Deməli, haraydı bura? Zandamı. Zandam. Deməli, Zandam gəzintimiz bitdi. Hazırda Amsterdama gedirik. Zandam özü çox kiçik bir şəhərdir. Zandam özü böyükdür, amma getdiyimiz yer kiçik bir hissəsi idi. Çoxlu. Orada adı var, Zanserschans. Belə bir yerə gəlmişdik. Çox kiçik bir yer idi, amma çoxlu külək dərmanları var idi. Hava da bugün dəhşət istidir, ona görə də çox dayana bilmədik günəşin altında. İndi Amsterdama gedirik, Amsterdamdan vlog davam edəcək. Hazırda yenə Amsterdama çatdıq. Əgər maraqlı olan var idisə, bu pendiri almışam və özümdən daşıyıram bütün şəhəri, bayaq göstərdiyim pendiri. Qiyməti 69 euro idi təxminən. İndi isə Amsterdama gəlmişik. Amsterdamı biraz daha kəşf eləməyə çalışacağıq. Worst case scenario, you only Amsterdamdakı yeməyimiz təxminən 4 euroya belə bir salat aldıq. Toyuqlu, makaronlu və tərəvəzli 7 manat civarı bir pula. Pis deyil məncə. Və belə bir Amsterdam sahilində onu yerik. Deməli, düz Amsterdam mərkəzi qatar stansiyasının arxasından feri dayanacağı var. Hansı ki, belə balaca bir gəmilərdir və sizi pulsuz şəkildə sayı keçirdir. Və biz də pulsuz olduğunu eşidib gəldik, istifadə eləyək. Yəqin ki, daha sonra dərhal geri qayıdarıq. Deməli, hazırda Amsterdamın bütün şəhər ayaqlarımızın altındadır. Elə bir
Bura az öncə çəkdiyim ferry ilə gəldik. Ferry pulsuz idi. Buranın girişinə isə adam başı 18 evro pul ödədik. Təxminən 30 manat civarı bir şey.